Salam dəyərli abituriyentlər, TİM 2025 test toplusundan alqoritm mövzusunun izahlarına baxırıq. Demək, 1-dən 110-a qədər izahlar paylaşılmışdı. İndi qaldığımız yerdən davam edək. 111-dən sonraki suallara baxacaq. Deməli, baxaq ilk olaraq 111-ci sualımıza. N bərabərdir 150, A da bərabərdir 50. Dövrün şərtindən asılıdır, yəni gövdənin yerinə yetirilməsi. A plus N kiçik bərabərdir 250 şərti ödəyərsə, həll qoluna gələrik. A plus N böyükdür 250 şərtini ödəyərsə, yox qoluna gəlib dövrün gövdəsini bitirmiş olarıq. Deməli, baxıram A-nın üzərinə hər dəfə 15, N-dən isə hər dəfə 10 vahid çıxırıq. Ümumilikdə bunların cəmləməsində 5 vahid artır. O zaman N-in qiyməti 150, A-nın qiyməti 50 olarsa, ilk cəmləmə 200-ə bərabər var. 200-ün üzərinə gələrəm 5K. K burada dövrümün sayıdır. Yəni, bilmirəm neçə dəfə 5 gəlmişəm. Böyükdür 250-dən. 5K böyükdür 50-dən. K da böyükdür. Deməli, ondan K da bərabərdir 11. Demək, dövrümün sayı bərabər olur 11-ə. Dövr bərabərdir 11. A-nın üzərinə hər dəfə 15, N-dən isə hər dəfə 10 vahid çıxır. Bizdən də A-nın qiymətini soruşduğuna görə A-nın cavabını almalıyıq. A-nın qiyməti 50-dir. 50-nin üzərinə gəlirəm 11 dəfə, deməli 15-i. Nəyə görə 11-ə vurdum? Çünki 11 mənim dövrümün sayıdır. Yəni 15 vahid gəlmişəm, amma bilmirdim neçə dəfə gəldiyim üçün dövrü sayını tapdım, aldım 11. Deməli, 15-i də vuraram 11-ə, alaram, deməli, buradan 215. Deməli, düzgün cavab 215. Demək, A dəyişəninin qiyməti 32 olmuşdur. Və bizdən N üçün daxil edilə biləcək ən kiçik qiyməti istəyir. Deməli, əgər A-nın qiyməti A bərabərdir 2 idi, 2-nin üzərinə 2 dəfə 15-i gəlsəm, alaram 32. Demək, dövr bərabərdir 2-yə. Və dövrümüz 2-yə bərabərdirsə, N-in də üzərində hər dəfə 7 gəlmişəmsə, ümumilikdə N-in üzərinə gələrəm 14. Böyükdür 100 şərtini ödəyərsə, dövrdən çıxar. N böyükdür 86-dan, N də bərabərdir 87. Demək, N-in ən kiçik qiyməti 87 olub və bizdən də ki, qiymətlərin, yəni aldığımız həmin qiymətin rəqəmlərinin cəmini istəyir. Bu da bərabərdir 15-ə. N dəyişən üçün sonda 243 ədədi çap olunub və A dəyişəninin daxil edə biləcək ən böyük natural qiymətini bizdən istəyir. Demək, dövrdən nə zaman çıxırıq? A kiçikdir S qiyməti olarsa, biz dövrdən çıxarıq. Yəni, yox dediyimiz üçün bu dövrə gəlirik. O zaman A böyük bərabərdir. S olanda biz yoxa gəlib dövrün gövdəsini yerinə yetiririk. Baxıram ki, 243 alıbsa, demək 3 üstündə 5 bərabər olur 243-ə. Yəni, buradan dövr nəyə bərabər olur? Dövr bərabər olur 5-ə. Demək, dövr bərabərdir 5-ə. Və A-la S-i müqayisə etdiyi üçün baxıram ki, S-in qiyməti 1-ə bərabərdir və hər dəfə S-i vurub 2-yə. O zaman mən 2 üstündə 5 deyə bilərəm də bunu. Çünki dövrün gövdəsi 5 dəfə yerinə yetirir. 32-yə bərabər olar S-in son qiyməti. Məndən deməli, ən böyük qiymətini istəyir. 32 deyə bilərəm. Deməli, A-dan da hər dəfə deməli, 3 vahid çıxıram. Bu zaman, yəni 5 dəfə yerinə yetirmişəmsə, A-dan çıxaram 15-i. Onda belə yazaram. A çıxılsın 15 kiçikdir 32-dən. A da kiçikdir. Demək,
47-dən A da bərabər olar 46-ya. Deməli, minimum qiyməti, daha doğrusu maksimum qiyməti 46 olmuş olur. Deməli, A dəyişənin daxil edəcək ixtiyar natural qiymətində aşağıda verilmiş PC və SA-nı hesablayaraq qiymətinin hesablanmasında blok sxemi quraraq şərt blokunun ən azı neçə dəfə istifadə etdiyini soruşur. Burada PC üçün ayrı tapırıq, SA üçün ayrı tapırıq, amma bizdən ümumi olaraq şərt blokunu soruşacaq. Ona görə ayrı-ayrı şərt blokundan istifadə edib sonra cəmləyəcək. Deməli, buradan baxıram ki, A-nı müqayisə eləyir. A böyük bərabərdir 15 olarsa, A böyük bərabərdir 15 olarsa, buradan həq olur, buradan isə yox qoluna baxıram. Deməli, daha doğrusu, buradan yox qoluna baxaq. Deməli, yox və həq olur. Əgər hə ödənərsə, 2A çapa verər. Əgər hə ödənərsə, A-nın ala biləcəyi qiymət 15, 16, 17, 18 və müsbət sonsuzluğa qədər. Yox, əgər yox deyərsə, bu zaman əlimizdə qalan ədəd 14, 13, 12, 1, 0 və mənfi sonsuzluğa qədər. Demək, burada 3 şərt var. Ona görə digər şərtdə mütləq çəkməliyik. Üçüncü şərti yoxlamaq üçün ikinci şərtdə mütləq çəkilməlidir. A bərabər olarsa 14-ə hə qoluna gələrik və A plus 5 hə qoluna gəlirsə A-nın ala biləcəyi yeganə qiymət 14 olar. Əlimizdə qalan isə 13-dən mənfi sonsuzluğa qədərdir. Baxıram digər şərtə, yəni digər şərt blokunun çəkib çəkilməsi üçün əvvəlcə baxmalıyıq. Görək, ödəyir yoxsa yox. A 14-dən kiçik olarsa A çıxılsın 10. Yəni, çapa gedər. A 14-dən kiçik olarsa hansı şərt ödəyər? A 13 olar, 12 olar, 1, 1, 0, mənfi sonsuzluğa qədər bütün ədəd oxu boyunca ödənir. Ona görə də bütün ədəd oxu boyunca ödəndiyi üçün artıq 2 şərt blokundan istifadə etmiş olur. Deməli, 2 şərt bloku burada istifadə olunur və digər tərəfə baxaq. Əgər bunu da çəkək. Deməli, S sıfırdan kiçikdirsə, burada həq olur, burada da yox olur. Əgər S sıfırdan kiçikdirsə, mənfi 1, mənfi 2, mənfi 3 və mənfi sonsuzluğa qədər. Baxım, digər şərtdə nə deyil bizdən? S sıfırdan böyük bərabərdirsə, sıfırdan böyük bərabərdirsə, əgər S sıfırdan kiçikdirsə, mənfi 1-dən mənfi sonsuzluğa qədər, yəni mənfi sonsuzluq şərti ödəyir. Əlimizdə qalan ədədlər hansı olar? Yəni, əgər deməli, 0 deməli, yəni S sıfırdan kiçik olmazsa, bu şərt ödəməsi yox qoluna gələriksə, S sıfırdan böyük şərti, bir dəqiqə, bunu bir də çəkim. Deməli, S sıfırdan kiçikdirsə, həq olur. Hə qoluna gəlirik. S sıfırdan kiçikdirsə hansı ola bilər? S mənfi 1, mənfi 2, mənfi 3, mənfi sonsuzluğa qədər. Yox qoluna baxıram. Əgər S sıfırdan böyük olarsa, S-in sıfırdan, yəni böyük olma şərti bütün ədəd oxu boyunca ödəyər. Ona görə artıq ikinci şərti çəkməyə ehtiyac yoxdur. Ona görə burada 2 şərt, burada isə 1 şərt ödənir. Cəmi 3 şərt ödənmiş olur. Yəni, cəmi hər ikisində ümumilikdə 3 şərt blokundan istifadə etmiş olur. Demək, baxaq 15-ci sualımıza.
Bizden ne soruşur? Deməli, n bərabərdir 100 qiyməti alıb. Bax, sonda n alıb 100. Deməli, n alıb 100 bərabərdir 100 alıb. M-in ilk qiymətini soruşur. Baxıram ki, burada M-in qiyməti məchuldur. Burada M1, buna M2 deyirəm. M2 bərabərdir M1 plus 13. M1 bərabərdir M2 bölünsün 4 çıxılsın M2 deməli bölünsün 2. Yəni yerinə qoyub yazıram və bunları ştrikləyirəm. Çünki bu cür daha asan tapmaq olur. Bu M1'imizdir. M daha sonra özünə başqa qiymət mənimsətdiyi üçün artıq M qiymətini dəyişir. Ona görə buna M2 deyirəm. N burada başlanğıcdır N1 və N artıq burada qiymətini dəyişdiyi üçün buna M2 deyirəm. Demək M2 çıxılsın M1. Demək və N bərabərdir 100 qiymətini alır. Onda deyərəm 100 bərabərdir. Bunu yerinə qoyub yazırım. Sadəcə olaraq yerinə qoyub yazırım. 100 bərabərdir, yəni 100 qiymətini alır. M2 yerinə qoyub yazıram. Çıxılsın N. N-in qiyməti nədir burada? M2 bölünsün 4 çıxılsın M2 bölünsün 2. Bu zaman 100 bərabərdir. M1 daha doğrusu M2 M2 bax bunu yazıram. Mötərizədən yəni azad olması üçün çıxılsın. Mötərizədən azad oluram, yəni burada. M2 bölünsün 4 plus M2 bölünsün 2. Bunu da məxrəcini atıram 1. Bunları ümumiyyətlə ortaq məxrəcə gətirirəm. Deməli, buradan alıram. 4'ü gətirirəm. Demək, buradan. Deməli, 4'ü 4'e bölsəm, buradan alıram 1. Bölsəm 2. Buradan da 4. Demək, 100 bərabərdir. 100 bərabərdir. 4M çıxılsın M1. M2 yəni bu da M2'dir. 1M bu 1M deməkdir. Bu 4M. Və plus 2M2. Bölünsün 4'e. Buradan da 400 bərabərdir. 5M. M2 bərabərdir. Deməli 80. M2'nin qiyməti alıb 80. Bax, burada almışıq 80. Bizdən isə M1'in qiymətini soruşur. Yəni M1'in üzərinə 13 gəlmişəm, 80 almışam. Deməli, M2 bərabərdir M1 plus 13 da bərabərdir 80'ə. O zaman M1 nəyə bərabər olur? 67'yə. Bizdən də M1'in qiymətini soruşduğum üçün, deməli, M1'in qiyməti olmuş oldu 67. Deməli, 16'ya baxaq. A bərabərdir 2, B bərabərdir 3'ə. Deməli, eyni 16 ilə müqayisə edəcəyəm. I bərabərdir 5'ə 5, kiçik bərabərdir 16. Buna hə deyirəm. I bərabərdir, burada 9 alır. A bərabərdir. A-nın üzərinə gəlirəm B-ni. A-nın qiyməti 2, B-nin qiyməti 3. 5 plus 9, I-nin qiyməti 14 idi. I-nin qiyməti 9 idi, üzərinə gəlirəm və A-yı alıram 14. Və i-nin qiyməti 9. 9 kiçik bərabərdir 16'dan. Buna da hə deyirəm. I bərabərdir. 9 idi. Üzərinə 4 gəlirəm. Alıram 13. A bərabərdir. A-nın qiyməti 14. 14'ün üzərinə gəlirəm. B-nin qiyməti dəyişmir. Üzərinə gəlirəm. I-nin qiyməti. Buradan alıram
Deməli, hadi qalmışdıq. 5 kiçik bərabərdir 16. Bunu həll edirəm. Və i bərabərdir alır 9. A bərabərdir. A-nın qiyməti 2, B-nin qiyməti 3-dür. 5 plus 9 alıram 14. 9 kiçik bərabərdir 6-dan, 16-dan 9 kiçik bərabərdir 16-dan. Bura həll edirəm. Və i bərabərdir 9 plus 4 alıram 13. A bərabər. A-nın qiyməti 14 plus 3 plus 13. Buradan 27, 30. A bərabərdir 30-a. İ'nin qiyməti 13-dür. 13 kiçik bərabərdir 16-dan. Burada həll edirəm. I bərabərdir 17. Deməli, A da bərabərdir 30 plus 17 plus 3. Buradan da alıram 50. Demək, A-nın qiyməti 50-dir. İ'nin qiyməti də 17 olmuş olur. Artıq 17, 16-dan kiçik bərabərlik yox deyib, digər qola keçirik. Deməli, i'nin qiyməti 17 olur. A-nın da qiyməti 50-yə bərabərdir. İ'nin qiyməti 17. 17 böyükdür 6-dan, hə deyirəm və i'dən hər dəfə 5 vahid çıxıram. İ'nin qiyməti 17-dir. 17-dən 5 çıxıram 12. B də bərabərdir. A-dan çıxıram i'ni. A-nın qiyməti 50-dir. 50-dən çıxıram, demək, i'nin qiyməti nə almışdıq? 12. 50-dən çıxıram 12-ni, demək, 38. Demək, B bərabərdir 38. Burada da B bərabərdir. B-dən çıxıram 3-ü, yəni 38-dən çıxıram 3-ü, alıram 35. İ'nin qiyməti 12-dir. 12 böyükdür 6-dan, deyirəm, hə, i bərabərdir. 12-dən çıxıram 5-in alıram 7. Demək, B bərabərdir. A-dan. A-nın qiyməti sərbəstdə dəyişmir. 50-dən çıxıram 7-ni. Alıram 43-ü. B də bərabərdir. 43-dən 3-ünü çıxıram, alıram 40-ı. Demək, i'nin qiyməti 7, 7. Böyükdür 6-dan, burada hə deyirəm. I bərabərdir. 7-dən çıxıram. Demək, 5-i alıram 2-ni. B də bərabərdir. A 50-dir. 50-dən çıxıram 2-ni alıram 48. A da bərabərdir. 48-dən çıxıram 3-ü alıram 45. Və i'nin qiyməti 2-dir. 2 altdan böyükdür, yox qoluna gəlirəm. A-nın qiyməti, demək, A-nın qiyməti bizdə sərbəstdir, yəni dəyişmir. 50 plus 45, 95-in 5-ə bölünməsini alınan tam hissə bərabərdir 19-a. Deməli, bizdə neçən sualımızda, 116-cı sualımızda cavab oldu 19. 17-ci sualımıza baxaq. Deməli, alqoritmizasiya hissəsində M dəyişən üçün ardıcıl olaraq bu ədədləri verir. N nə zaman ki, N-ə ardıcıl, daha doğrusu, M-in qiyməti 5-dir, M-ə ardıcıl olaraq bu qiymətləri verir. N-in qiyməti 5-dir, 0-dan fərqli olarsa, hər qoluna gəlib dövrün gövrəsini yerinə yetirərik. M bərabərdir 5-ə. M alır burada, N 0-dan fərqlidir, hə, M alır burada 16. M bərabərdir 16 olur. S də alır 16-nı. 16 0-dan fərqlidir, hə, K bərabərdir 1 və N-dən, N bərabərdir 5-dir, 5-dən 1 vahid çıxıram, alıram 4. Bu dəfə M-ə gedib 8-i mənimsədirəm. M bərabərdir 8. Deməli, S bərabərdir 24. Yəni, hər dəfə M-in qiymətini S-in üzərinə gəlirik. M-in qiyməti 8-dir, 8 0-dan fərqlidir. Hə, K bərabərdir. Burada 2 olur. N-in qiyməti alır 3. 3 0-dan fərqlidir. Hə, M bərabərdir. Alır 6-nı. 6 0-dan fərq, daha doğrusu S-in üzərinə gəlirəm 6-nı, yəni S-in qiyməti 24 idi. Olur 30. M 0-dan fərqlidir, hə. K bərabərdir, burada 3 olur. K-nın qiyməti 3, demək, N-in də qiyməti olur 2. N 0-dan fərqlidir, hə. Bu dəfə M-ə alırıq 10 qiyməti. S-in də qiyməti 30-a bərabərdir. S bərabərdir 40-a, yəni M-in qiymətini S-in üzərinə gəlirəm.
M sıfırdan fərqlidir. Hə, K da bərabərdir. Alır burada 4. N də alır 1'i. Sıfırdan fərqlidir. Hə, M-i bu dəfə alıram 0. S-in qiyməti dəyişmir. 0'ın üzərinə yəni S-in 40'ın üzərinə 0 gəlsəm elə 40'a bərabər olar. S olur 40. Və burada 0, yəni M sıfırdan fərqlidir, yox deyirəm. Yox dediyim üçün artıq K-nı bir vahid artıra bilmirəm. K-nın qiyməti 4 olaraq qalır. N də bərabər olur 0-a. 0 sıfırdan fərqlidir, yox. Demək, və S-i alıram sonda 40, K-ya da alıram 4. Bizdən də S-in K-ya bölünməsindən alınan cavabı istəyir. Yəni 40'ı 4'ə bölərəm, alaram 10. 118-ci sualımıza baxaq. S dəyişənin üçün 64 qiyməti çap olunmuşdur. N dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini tapın. Bizdən ən kiçik istəyir. Ən kiçik istəyir. Demək, N'in qiymətini bilmirik. N kiçikdir. 100 şərtini ödəyərsə həll qoluna N böyük bərabərdir. 100 şərtini ödəyərsə biz yox qoluna gələrik. Yəni bizə də yox qol lazımdır. 64 alması üçün S-in qiyməti deməli 1'dir və hər dəfə 4'ə vururam. O zaman 4 üstündə 3 bərabər olar 64'ə. Dövr sayı bərabərdir. Demək 3'ə. Dövr sayı bərabər oldu 3'ə. Dövr sayı 3'ə bərabərdirsə, N'in üzərinə hər dəfə demək 9 gəlmişəm. N'im də məchuldur. Yəni N plus 3 dəfə 9 gələrəmsə 27'yə bərabər olar. Böyük bərabərdir 100'dən. N də böyük bərabərdir. Demək, N də böyük bərabərdir 73'ə. Deməli, 100'dən 27'sini çıxaram, alaram 73. Böyük bərabərdir. Böyük bərabər şərtini dediyi üçün N bərabər olur 73'ə. Bizdən ən kiçik soruşduğuna görə ən kiçik də 73 olmuş olur. Bu dəfə S alıb 128 qiymətini burada N üçün ən böyük qiymət istəyir. Bundan əvvəlki sualda, yəni 18-ci sualımızda ən kiçik istəyirdi. Burada isə ən böyük istəyir. Baxıram ki, N'in qiyməti 128 olub. İlk qiyməti 1'ə bərabər idi və hər dəfə 2'yə vurur. Demək, S bərabərdir. 128 alıbsa, o zaman və hər dəfə 2'yə vurubsa, o zaman deyərəm ki, 2 üstündə 7 bərabər olar 128'ə. Dövr də bərabər olar 7'yə. Dövr sayı 7'yə bərabərdir. Və hər dəfə 7'nin üzərinə 7 gələrəm. Daha doğrusu N'in üzərinə 7 gələrəm, yəni 7 dəfə gələrəm. Əgər sonuncu dövrü istəyirsə, biz sonuncu dövrə əsasən baxırıqsa, sonuncu dövrdə qiymətimiz 128 alıb. 128 alıbsa, bu dövrümüzdə 7 dəfə dövr edib. 7 dəfə dövr edib, əvvəlcə ən böyük yox, ən kiçik tapıram. Tapım, daha sonra ən böyük tapacam, çünki bizdən ən böyük istəyir. Ən böyüklə ən kiçiyin fərqini izah etmək üçün ən kiçiyi tapacam, daha sonra ən böyük tapacam. Demək, N'in üzərinə gəlirəm 7 dəfə 7'ni, sonuncu dövrünə, yəni 128'in 128 ilə dövrdən çıxma şərtini əsasən tapıram. 49, yəni nəyə görə 49 yazdım? Çünki 7 dəfə 7 gəlmişəmsə, 49'u, yəni 7 dəfə 7 gəlmişəmsə, deməli, ümumilikdə N'in üzərinə 49 gəlmişəm. Böyük bərabərdir 100'dən. N də böyük bərabərdir 51'ə. N üçün minimum 51 daxil etsək, biz 128 ala bilərik. Bəs maksimum hansı ədəd daxil edib 128 ala bilərik? Bu zaman mən bir dövr əvvələ qayıdıram. Yəni, S-in 64 aldığı dövrə qayıdıram. Yəni, bir dövr əvvələ, 6-cı dövrə. 6-cı dövrə qaydanda N hələ də kiçik olur 100'dən ki, bizi dövrün gövdəsinə gələk və bu dövrü yerinə yetirək. Yəni, dövrdən çıxmayaq. Çünki sonda 128 almalıdır.
128 alması üçün biz bu dövrü, 6-cı dövrün, yəni 6-cı dövrə hə deməliyik ki, 7-ci dövrə daxil olaq. 6-cı dövrlə hələ ki, yəni mən ən kiçiyi tapdım. 7-ci dövrdən ən kiçiyi tapdım. İndi 6-cı dövrdən ən böyüyü tapmalıyam. Dediyim kimi, hələ də n 100-dən kiçik olmalıdır ki, mən 6-cı dövrdə buna hə deyim, daxil olum 7-ci dövrə. Çünki 128 almalıyam. Amma mən 64-cü, yəni 6-cı dövrdə S-in 64 qiyməti ilə davam etmişəm, belə deyim. 6-cı dövrdə n-in üzərinə gələrəm 6 dəfə 7-ni. 7 gəlirəm 6 dəfə. Yəni n plus 42 hələ də kiçikdir. Nədən? Daha doğrusu kiçik, bərabər yox, kiçikdir. 42 hələ də kiçikdir. Nədən? Deməli, 100-dən. Deməli, n də kiçikdir. Nədən? 58-dən. N də bərabər olar. Demək, n də bərabər olar 57. Bizdən ən böyük soruşduğu üçün 57-dir. Ən kiçik isə 51 olmuş olar. Deməli, düzgün cavabımız 57 olmuş oldu. 120-ci sualımıza baxaq. N bərabərdir 10, S bərabərdir 0, I də bərabərdir 0. N'in qiyməti 10-dur. Burada hər dəfə i-ni n-ilə müqayisə edirik. Yəni, i-nin qiyməti 0-dır. 0 10-dan kiçikdir deyirəm, hə. S bərabərdir. S-in üzərinə gəlirəm, i-nin qiyməti. Buradan alırıq 0. I-nin də qiymətini hər dəfə 3 vahid artırır. Və S bərabərdir. S-i vururam, demək 3-ə. S-in qiyməti 0 olduğu üçün dəyişmir qiymət. I-nin qiyməti bir dəfə 3-dür. 3 kiçikdir ondan, hə deyirəm. S bərabərdir. S-in üzərinə i-ni gəlirəm. I də bərabərdir 6 olur. I-nin qiyməti 6, S də bərabərdir. S-i vururam. Demək, S-in qiyməti 3-dür. 3-ü vururam 3-ə. Alıram 9. I-nin qiyməti 6-dır. 6 ondan kiçikdir deyirəm, hə. Və S-in üzərinə gəlirəm. S-in qiyməti, son qiyməti nədir? 9. 9-un üzərinə gəlirəm, 6-nı alıram 15. Demək, alıram 15. I də bərabərdir, burada 9 olur. S də bərabərdir, 15-i vururam 3-ə. 15 bir yadda, deməli 45. I-nin qiyməti 9-dur. 9 kiçikdir ondan, buna da hə deyirəm və S bərabərdir. 45-in üzərinə gəlirəm 9. Buradan alıram, demək, 54. Demək, S bərabərdir 54. I də bərabərdir 9-un üzərinə gəlirəm 3, alıram 12. S bərabərdir. S-in qiyməti 54-dür. 54-ü vururam 3-ə. Yəni 12 bir yadda 162. S bərabərdir 162. Bizdən də S-in qiymətini soruşduğu üçün S-in qiyməti 162-yə bərabər olmuş oldu. 120-ci sualımıza baxaq. Demək, I bərabərdir 5-ə. 5 kiçik bərabərdir 27-dən. Hə deyirəm, F bərabərdir. F-in qiyməti 1-dir. 1-i vururam, 1-i alıram 1. I bərabərdir. I-nin qiyməti 5-dir. Üzərinə 9 gəlirəm, 14. 14 27-dən kiçik bərabərdir. Buna da hə deyirəm. Yazaq bunu. Hə deyirəm. Və hə dediyim üçün F bərabərdir. F-in qiyməti 1-dir. 1-i vururam I-nin qiymətini. Deməli, bir dəqiqə, burada səhv hesabladıq. Yaxşısı bu da kəsə götürək, burada qarma qarışıq olur.
Demək, i-nin qiyməti 5-dir. 5 kiçik bərabərdir 27-dən. Buna hə deyirəm, f bərabərdir. F-in qiyməti 1-dir, i-nin qiyməti 5-dir. i bərabərdir. Burada 14 olur. 14 kiçik bərabərdir 27-dən. Burada hə deyirəm. Və f bərabər, f-in qiyməti 5-dir. 5-i vururam 14-ə. 20 dağılıram 70, i bərabərdir. i-nin qiyməti 14 idi. 14-ün üzərinə gəlirəm. 9 alıram. Demək, 23. 14-ün üzərinə gəlirəm. 9, 23 alıram. 23, 23 kiçik bərabərdir 27-dən. Burada hə deyirəm. Və f bərabərdir. Demək, f-in qiyməti nəyə bərabərdir? 70-ə. 70-i vururam 23-ə. 70-i 23-ə vursam buradan demək, 3910. 3910. Və burada i də bərabər olur. 23-ün üzərinə 9 gəlirəm, alıram 32. i-nin qiyməti artıq 32 olur. 32 27-dən kiçik bərabərdir. Buna artıq yox deyirəm. Və f-in qiymətini alırıq 3910. Böyükdür sıfırdan deyirəm hə. D bərabərdir. 3910-un 8-ə bölünməsindən alınan qalıq. 3900 burada yəni faiz işarəsi bizə qalığı göstərir. Yəni ədədin bölünərək qalığının tapılmasını göstərir. O zaman deməli qalıq nəyə bərabər olmuş olar? Demək, burada əgər düz hesabladıqsa, burada 6-ya bərabər olar. Düz hesabladıqsa, əgər burada düz hesablanmışıqsa, baxaq indi görək, cavab çıxırmı? D bərabərdir. Deməli, qalığı 6-ya bərabər. Qalıq burada 6-ya bərabərdir. Və D-nin qiyməti 6-dır. 6 2-yə bölünən 0-a bərabərdir. Hə, S bərabərdir. Deməli, burada S-i deyə alırıq. Bura qədər düz hesablamadıq bunu. Dur güman ki, bunu düz hesablamadıq. Gedək bir də bunu. Deməli, i-nin qiyməti 5-ə bərabərdir. Deməli, 5 kiçik bərabərdir 27-dən. 27-dən buna hə deyirəm. F bərabərdir 5. i bərabərdir 14 alır. 14 kiçik bərabərdir 27-dən. Burada hə deyirəm. Və f bərabərdir. F bərabərdir. F-in qiyməti 5-ə bərabərdir. Deməli, 14-ü vuraram 5-ə, alaram 70. Alaram 70, i də bərabərdir. 14-ün üzərinə 9 gəlsəm, 23-ə bərabər olar. 23 kiçik bərabərdir 27-dən. Burada hə deyirəm. Və f bərabərdir. 70-i vuraram 23-ə. Bura alaram. Hə, səhv hesablamışıq da burada. 1610. i də bərabərdir. Burada 23 idi, üzərinə 9 gəlirəm, alıram 32. 32 27-dən, daha doğrusu 27-dən kiçik bərabərdir. Yox deyib dövrdən çıxıram. Deməli, i-nin qiyməti, daha doğrusu f-in qiymətini alırıq 1610. 1610. F bərabərdir 1610. 1610 böyükdür sıfırdan deyirəm hə. D bərabərdir 1610-un 8-ə bölünməsindən alınan qalıq bərabər olur 2-yə. D bərabərdir. D-nin qiyməti alırıq 2. 2 2-yə böləndə 0-a bərabərdir hə. S bərabərdir. S-in qiyməti demək 1-ə bərabərdir. 1-i vururam D-yi alıram 2. F də bərabərdir 1600-ü, daha doğrusu 1610. 1610-un 8-ə bölünməsindən tam nəticəmiz, yəni tam ədədimiz 201-ə bərabərdir. 201-ə bərabərdir. F bərabərdir 201. 201 sıfırdan böyükdür, hə. D bərabərdir 201-in deməli 8-ə bölünməsindən alınan tam hissə 25-ə bərabərdir. Demək,
tam hissə 25-ə bərabərdir və 25 8-ə vuranda 200 edir. Burada onda qalıq hissə 1-ə bərabərdir. D 1-ə bərabərdir. Deyirik 1-i 2-yə bölünəndə qalıq hissə 0-a bərabərdir. Yox. 1-i 2-yə bölündə qalıq hissə 1-ə bərabərdir. O zaman S-i D-yə vururam. Yəni S-in qiyməti 2 olaraq qalır. Və gəlirəm burada F bərabərdir. 201-i bölürəm 8-ə tam hissəsini götürürəm. Alıram 25. F-in qiyməti olur 25. 25 böyükdür 0-dan deyirəm hə. Və D bərabərdir. 25-in 8-ə bölünməsinin qalıq hissə 1-ə bərabərdir. Tam hissə demək 3-ə bərabər olmuş oldu. 1 2-yə bölünən 0-a bərabərdir. Yox. S yenə yəni D-ni D ilə S-in hasili burada hesablanmır. Gəlirik yox qoluna və F bərabərdir. 25-i bölürəm 8-ə. Alıram tam hissə 3. Deməli, F-in qiyməti 3-ə bərabərdir. 3 8-ə böləndə qalıq hissə 3. Yəni, buranı təmizləyək. Çox uzun məsələdir bu. Əslində vaxt aparan. Demək, F-in qiyməti 3-ə bərabərdir. 3 0-dan böyükdür. Hə, D bərabərdir. Buradan 3 alıram. 3-ün 8-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Yəni, kiçiyə də götürdük. D-nin qiyməti 3-dür. 3-ü 2-yə bölündə 0-a bərabər deyil. Qalığı yox qoluna gəlirəm. F-i 3-ü bölürəm. Demək, 8-də buradan da alıram 0. Bizdən də S-in qiyməti soruşduğu üçün S yalnız 2-ni hesablaya bilir. Cavab 2. 122-ci sualımıza baxaq. Şərt blokuna əsasən cavabları müəyyənləşdirməmizi istəyir. Demək, bu şərt blokudur. Əməl bloku. Deməli, əməl bloku 3-ə aiddir. B, deməli, alqoritmin başlanmasını göstərən blok. Yox, verilənlərin daxil edilməsi və xaric edilməsi aiddir deyə alqoritmin sona çatmasını göstərən blok yox. Deməli, A, D, B. Şərtli alqoritmi verilmiş tərəflərinə görə burada alqoritmin növlərini verib və ona uyğun olanları seçəcəyik. Verilmiş tərəflərə görə kvadratın sahəsinin tapılması. Tərəflərə görə əgər kvadratın sahəsini tapırıqsa, bu xətt alqoritmiyə aiddir. Birdən n-ə qədər tək ədədlərin kvadratlarının tapılması demək aiddir dövrə alqoritmiyə. N natural ədədin faktorialların hesablanması. Faktorialın hesablanması, ədədin faktorialını hesablayırsa, biz dövr edirik də burada. Da aiddir C-yə. Verilmiş ədədin cüt və ya tək olmasını. Əgər bizim qarşımızda şərt qoyub 2 şərtdən, 2 və daha artıq şərtdən şərt qoyursa, yəni şərtdən birini seçiriksə, 2 və daha artıq şərtə əsasən biz müəyyən nəticə tapırıqsa, ona əsasən, şərtə əsasən. Burada deyir, cüt və ya tək olmasını müəyyənləşdirirsən. Yəni, ədədin cüt və ya tək olmasını müəyyən etməlisənsə, o zaman biz şərtə əsasən tapmalıyıq. Yəni, ona görə budaklanan alqoritmi. Kvadrat tənliyin köklərinin tapılması da budaklanan alqoritmi. Çünki burada da bizə 0-a əsasən müqayisə edirik. Deməli, A, B, C, D və Y ödənmiş oldu. 24-cü sualımıza baxaq. Ədədin əbobunun tapılmasıdır. Yəni, 32 və 108 ədədinin əbobunun tapılması. Biz bunu riyazi qayda ilə də hesablaya bilərik. F-kilit alqoritmi ilə tapa bilərik. Gələk F-kilit alqoritmi ilə tapaq. A-nın qiyməti 32, B-nin qiyməti 108-dir. A nə zaman ki B-yə bərabər olacaq, yəni ədədlər bir-birinə bərabər olduqda biz artıq H qoluna gəlib ədədi çap edəcəyik. Deməli, A-nın qiyməti 32, B-nin qiyməti 108-dir. A, B-dən böyükdür, yox qoluna gəlir. Yox qoluna gəldiyim zaman B bərabərdir. B-nin qiyməti 108-dir. 108-dən çıxaram 32-ni. Çünki, yəni, burada H qolu və yox qolu var. Əgər A şərti ödənərsə A-nı biz, yəni A-dan B-ni çıxarıq. Yox qoluna gəliriksə B-dən A-nı çıxmış olur. Deməli, P-nin qiymətini alıram burada
demək 76, B-nin qiyməti 76, A-nın qiyməti 32-dir. Yenə qayıdıram dövrə və A, B-yə bərabər olmadığı üçün yenə demək ki, şərt yoxlayıram. A, B-dən böyükdür. Deyirəm yox. Yox qoluna gəlirəm yenə. B bərabərdir. 76-dan çıxıram 32-ni. Yəni, bu da bərabərdir 44-də. B-nin qiyməti 44, A-nın qiyməti 32-yə bərabərdir. A, B-yə bərabər deyil. Yenə A, B-dən böyükdür şərtinə baxırıq. Yox qoluna gəlirəm. B bərabərdir. 44-dən çıxıram 32-ni. Buradan alıram 12. B-nin qiyməti 12, A-nın qiyməti 32-dir. 32 B-dən böyükdür, yəni 12-dən böyükdür deyirəm, hə. O zaman hə qoluna gəlirəm. Artıq buna hə dediyim üçün hə qoluna gəlirəm. 32-dən çıxıram 12-ni. Bura alıram 20. A-ya 20, B-yə 12 almışam. A, B-yə bərabərdir, yox deyirəm və gəlirəm A, B-dən böyükdür. A-nın qiyməti 20-dir, B-nin qiyməti 12-dir. Buna hə dediyim üçün A bərabərdir. 20-dən çıxıram 12-ni. Alıram 8-i. A-nın qiyməti 8-dir, B-nin qiyməti 12-dir. Yenə B A-dan böyük olduğu üçün biz yenə yox qoluna gəlirik. B bərabərdir. B-nin qiyməti nə idi? 12. 12-dən çıxıram 8-i alıram 4. A, B-yə bərabərdir. Yox, yenə A, B-dən böyükdür. A-nın qiyməti 8-dir, B-nin qiyməti 4-dür. Buna hə dediyim üçün A bərabərdir. 8-dən çıxıram 4-ü alıram 4. Deməli, bunların əbubu 4-ə bərabərdir. A, B-yə bərabərdir deyib hə deyirəm və deməli 4-dən çıxıram. Gələk 25-ci sualımıza. Demək, yenə xəttə odaqlanan dövr alqoritmi növlərini verib. 2 ədədin hasilinin hesablanması xətt alqoritmiyə aiddir. Kvadrat tənliyin diskriminantla həlli aiddir B-yə. AX bərabərdir B xətti tənliyinin həlli. Bu da aiddir demək B-yə. Daha doğrusu 2-yə aiddir, yəni C. Çoxrəqəmli natural ədədlərinin rəqəmlərinin cəminin hesablanması, çoxrəqəmli natural ədədlərin rəqəmlərini hesablayırıqsa biz dövr edirik. Burada aiddir D-yə. Deməli, A dəqiqə hə, düz tapdıq da burada. İndi baxaq, düzbucaqlı sahənin hesablanması. Düzbucaqlı sahənin hesablanması xətt alqoritmiyə aiddir. Burada heç bir şərt, heç bir dövr getmir. Deməli, deməli, A-Y, B-C və sonda D qiymət almışdır. Sonuncu sualımıza baxaq. Burada təsvir üsullarını qeyd edib və təsvir üsullarına uyğun olaraq biz yəni 3 təsvir üsulu verib. Təbii dildə təsvir, qrafik təsvir, proqramlaşdırma dilində təsvir və həmin onlara uyğun olaraq variantlar verib uyğunlaşdıraq. Alqoritmi addımlarla, həndəsi fiqurlarla daxilində yazılırsa, yəni həndəsi fiqurların addımları həndəsi fiqurların daxilində yazılırsa, deməli bu qrafik təsvirdir. Blok sxemlərdən istifadə edirik. Demək 2-yə bərabərdir A-ya. Düzbucaqlı üçbucağın hipotenuzların uzunluğunun tapılması alqoritmi və burada da artıq yəni burada sözlə təsvir edib. Düzbucaqlı üçbucağın A və B katetləri verilib və düsturun içərisində qeyd olunub. Bu artıq təbii dildə aiddir. Demək, biri aiddir B. Bu təsvir forması ilə kompüter ancaq ona verilmiş əmrləri icra edir. Ona görə də təsvir dəqiq olmalıdır. Əgər kompüter verdiyimiz təsvirə uyğun olaraq əmrləri icra edirsə, demək proqramla təsvir edir. Yəni proqramlaşdırma dilində. Bu da aiddir 3-ə. Demək, C bərabərdir 3-ə. Çox vaxt təsvir formasında əvvəlcə blok sxem qurulur, sonra isə uyğun proqram qurulur. Uyğun proqram qurulursa yenə proqramlaşdırma dilinə aiddir. Daha sonra Y-də verib X, Y, Z ədədlərin tapılması və burada artıq blok sxemlər qurulub. Bu da aiddir qrafik təsvirə. Deməli, B, A, Y və C, D. Suallarımız bitdi.